O evi boş getirmek olmaz. Azerbaycan'ın torpağıdır bura. Halkın torpağıdır. İndi bak o darvazada bak güllə yeri var ha kız. Burada hayatta çörek pişirirdim. Gülle geldi şarjın üstüne düştü. Heç şərə etməmişdim. Müharibənin o qızğın vaxtında mən bu evdən çıxmamışam. Azərbaycanda bəzi kəndlər var ki, onlara qəhrəman kənd desək mübaliğə etmiş olmarıq. Yolumuz həmin yerlərdən birinə, Qazağın Məzəm kəndinədir. Ona görə ki, bu kənddə vaxtilə düşmənlə üz-üzə yaşamış ailələr və güllə izlərinin olduğu evlər var. Sözü gedən evlərdən birində, Süleymanovlar ailəsində qonağıq. Çok sağ olun. Hoş gördük sizi. Ne güzel bala gəlir, ne güzel bala gəlir. Necəsiz? Hər vaxtınız xeyir olsun. Hoş gəldin. Xoş gördük. Hoş gəldin. Necəsiz? Xoş Sağ ol, gördük. yaxşıyam. Nətərsiz? Çox yaxşı, qoca kişiyəm, yaxşı olaram da. Qarı yaxşı saxlayır məni. Yaxşı olasınız. Hə. Yaxşı olasınız. Dəfələrlə güllə yağışına tutulmuş bu evdə hazırda Süleyman əmi və həyat yoldaşı Tahirə xanım yaşayır. Süleyman kişi deyir ki, bu günə qədər heç bir təhlükə onu evindən kənar sala bilməyib. Yalanlığımda Hasanla anam məni evləndirdi. Bax bu gördüyün evə də köçürdülər. Heç şərə etməmişdim. Müharibənin o qızğın vaxtında mən bu evdən çıxmamışam. Gözəl yerdir bura, havası təmiz. Şəraitimiz yaxşıraqdır. İndi 28 ev qalıb. Çətin günlərimiz mənə çox olub. Aynalara stövba düşürdük, belə ki, güllə içəri girməsin. Uşaqlar gəlmişdilər. Buxarköy birdən teşekkürün gülləsi içəri girdi. Uşaqlar elə ağlaşdılar ki, siz aşağı bazıvara edildim uşaqları.Öydə həmən o teşekkürün yeri durur belə. İndi gedək, bax o qapıya bax, güllə yerlərinə baxarsan, o da bax qapımızda. Sağ olsun devlətimiz bunu çəkdirdi, indi rahat yaşayırıq. Əvvəl bu divar yox idi. Yox, eləcə açıq idi, eləcə nə bilim setka-metka çəkirdik. Kim mal heyvan qapıya dolmasın. İndi sağ olsun devlətimiz bu islahat divarını çəkdirdi ki, güllə gəlib bizə dəyməsin. İndi bax o darvazada bax güllə yeri var ha qızım, bax o da. Erməni gülləsidir. Erməninin gülləsidir. Gavurun gülləsidir, bax. Təxmin neçə il əvvəl olub? Necə baş verib bu hadisə? Heç olmasa bir 10 il zad olar. Mən 45 ildir bu iləcənin gəlmişəm. Şükür balalarımız oldu, böyüklər bağışlasın məni. Bax burada elə erməni buraya atanda hamımız öydük Allah'dır. Elə oldu ki, top gəldi bizim evə düşdü. Evə düşəndə qaçdıq körpünün altına etdiyimizin bu yerinə. Sonra qayıtdıq gəldik, 3-4 gün biraz sakitləşdi, çörək pişirirdim. Burada həyatda çörək pişirirdim. Güllə gəldi şarjın üstüne düşdü. Komşumun kızımla Meya'nın öz büyük kız da yanımda oturur. Tez kırmızı koftalıydı, ona göre dediler artık. Evə heç olmasa neçə dəfə deyim, çox. Top falan baxma gördüyüm evi təmiz dağıtmışdılar. Devlətimiz bərpa elədi, düzəltdi, içində yapır. Orada narahat olmuş, o qədər çox. Bu məktəbin altı, bağçanın altı zilzəmidir, gecə diyor doğru. Gecə sabah kimi orada qalıyorduk. O evi boş getirmək olmaz.
vətəni qoymaq olmaz, torpağı buraxmaq olmaz. Bura bizim dədə torpağımız. Azərbaycanın torpağıdır bura, xalqın torpağıdır. Əminən 79-dan evlənmişik, ilə 46-dır. Nətər ömür sürmüsünüz bax bir yerdə? Nə yaxşı yaman keçirmişik də günümüzü. Şükür pis olmaqdır, yaxşı yoldaş olub, Allah rəhmət eləsin, qaynatam, qaynayam da yaxşı adamlar olub. Anamla dedem aldı onu bana. Vallahi xabarım da yok idi. Dedi, senin o qara qızını sağal elim. Ne deyirsən? Dedim, siz bilirsiniz. Orada getdilər, anam oynaya geldi ki, aldıq da qutardık da. Olsun deyirlər ki, qocanın gözünlə xanım al, şəhərin gözünlə atar. O bana can deyib, mən ona can deymişim. Şükür günküyünə, balalarım da hamısı istəyir, anasını da dedesini də ki, doğrudan bunlar bir-birini istəyir. Bir dünyanın lezzeti keyfti damaktı. Kim göre görmüyor o vakta baktı. Çekersen devranın cavanlık vakti. Dünyadan payını al ve desinler. Bir canım var bir gün feleğe alacak. Üstümden karvanlar yollar salacak. Arvat yemek içmek bir de giymek kalacak. Gel dolan dünyanın bol vedesinde. Var olun, sağ olun, canınız sağ olsun, ben de bir çay içeyim.